Çox ağır oyun oldu bizim için. Bilirdik ağır olacaq. Demək olar çempionluq uğrunda oyun gedirdi. Çox yaxşı hazırlaşmışdıq. Rəqibi də özünüz bilirsiniz, yəni demək olar ki, liqanın ən güclü komandasıdır. Güclü heyəti var, güclü məşqçisi var. Ancaq buna baxmayaraq, yəni biz bu oyuna çox yaxşı hazırlaşa bildik. Yəni o demək deyil ki, biz onlardan zəifik. Bizim də çox yaxşı heyətimiz var. Bunu da bugün sübut elədik ki, yəni biz birinci yerə layiq edirik. Heç bir Argentin'dən söhbət gedə bilməz. Ona görə ki, biz uzun yol gəlmişik. Qalan 2 oyundur. Çalışacağıq ki, maksimum nəticə qazanıb, yəni birinci yeri qoruyaq. Gələn il vallahi indidən heç nə deyə bilmərəm. 2 oyunumuz qalıb. İnşallah 2 oyun qutarsın. Sonra öcə bir qərar verir. Gələn də Adəm İqlevi görə biləcək yaxın meydanda yoxsa? Vallahi məndən olsa oynayaram. İstəyərdim oynayım. Ancaq oyun çıxarandan sonra bir qərar vermək olar. Çempionat vatanından sonra. Ya vallahi yəni özünüz də görürsünüz, yəni möhtəşəmdirlər. Baxmayaraq biz yəni uzaqda oynayırıq. Bakı olsun, Şamaxı olsun, həmişə gəlib bizi dəstəkləyirlər. Bu yəni onların haqqıdır, onların qələbəsidir.